Deməli, təsəvvür edin ki, siz Niderlandın yüksək liqasını izləyirsiniz və birdən məlum olur ki, düz 133 peşəkar matçın nəticəsi ləğv oluna bilər. Özü də, yəni nə doping qalmağalı var, nə də hansısa danışılmış oyun falan, sadəcə və sadəcə bürokratik bir pasport xətası. Hə, qulağa çox qəribə gəlir. Biz bugün məhz bu mövzunu, yəni Millazın ESPN-ə istinadən yaydığı bu materialları araşdıracağıq. Məqsədimiz bu dərin təhlildə futbol tarixinin ən böyük, belə deyək, görünməz fəlakətlərindən birinin necə yarandığını incələməkdir. Və bu hekayədə məncə ən maraqlı məqam odur ki, hər şey əslində çox məsum bir istəklə başlayıb. Bəzi futbolçular sadəcə beynəlxalq arenada çıxış etmək üçün, necə deyərlər, yeni milli komanda seçmə ediblər. Aha, dəqiq desək, İndoneziya, Surinam və ya Cabo Verde kimi ölkələrdə oynamaq üçün ikili vətəndaşlıq alıblar, düzdür? Yəni, idman baxımından tamamilə məntiqə uyğun bir addımdır. Bəli, idman tərəfi əladır, amma deyəsən, hüquqi tərəfi heç də belə sadə deyil. Niderland qanunvericiliyinə görə bir qayda var. Əgər sən könüllü olaraq başqa ölkənin vətəndaşlığını qəbul edirsənsə, Niderland vətəndaşlığından çıxmış sayılırsan. Tamamilə elədir. Avtomatik olaraq Niderland vətəndaşlığını itirirsən. Amma futbolçular və ən əsası klubların qaçırdığı o incə məqam tamamilə başqa yerdədir. Bir dəqiqə, yəni kimsə İndoneziya millisində oynamaq istəyirsə, niyə avtomatik olaraq Niderlanddakı klubunda oynamaq hüququnu itirir? Bu mənə tam çatmır. Vətəndaşlığı yoxdur deyə futbol oynaya bilməz? Yox, məsələ futbol oynamaqda deyil, məsələ işləməkdədir. Aha. Əgər sən Niderland vətəndaşı deyilsənsə, orada qanuni işləmək üçün xüsusi iş icazəsi almalısan. Yəni, pasportu dəyişəndə bu sənədləşmə yenidən aparılmalıydı. Amma heç kim bunu etməyib. Bəli, heç kimin ağlına gəlməyib. Nəticədə həmin oyunçular lazımi sənədlər olmadan qeyri-qanuni işçi kimi meydana çıxıblar. Vav! Yəni, indi aydın oldu. Bu bilirsiniz nəyə bənzəyir? Sanki yeni bir VIP kluba giriş kartı alırsan, lakin unudursan ki, bu kart sənin köhnə iş yerindəki giriş icazəni avtomatik ləğv edir. Hə, çox yaxşı bənzətmədir. Və sən öz ofisində, öz işində qeyri-qanuni fəaliyyət göstərən birinə çevrilirsən. Heç xəbərin də yoxdur bundan. Düzdür. Və əgər ofisdə, yəni bizim ssenaridə yaşıl meydanda olmağa sənin hüquqi haqqın yoxdursa, iştirak etdiyin hər bir layihə, yəni hər bir maç qeyri-qanuni sayılır. Dəhşətdir. Bu cür xırda görünən bir sənəd əskikliyi bütöv cədvəldəki xalları, liqadakı yerləri, çempionluğu sual altına qoyur. Yaxşı, tutaq ki, oyunçunun bundan xəbəri olmadı. Bəs bütün bu yoxlama mexanizmləri, peşəkar bir liqa, federasiya illərlə belə bir detalı necə gözdən qaça bilər? Axı söhbət 133 oyundan gedir, 1-2 oyun deyil. Baxın, sistem o qədər böyükdür ki, hərə bir-birinə güvənib. Federasiya elə bilir ki, sənədləri onsuz da klub yoxlayıb. Klub isə düşünür ki, yəni miqrasiya idarəsi onsuz da nəzarət edir də buna. Hamı məsuliyyəti bir-birinin üstünə atır. Tamamilə. Nəticədə hamının baxdığı, amma heç kimin görmədiyi nəhəng bir kör nöqtə yaranıb. Və illərlə davam edən bu kör nöqtəni nəhayət kimsə fərqinə varır. NAC Breda klubu səhnəyə çıxır, eləmi? Məhz. Diqqətli bir klubun tək bir etirazı illərlə yığılmış o sistem xətasını üzə çıxartdı. NAC Breda vəziyyəti anlayan kimi dərhal hərəkətə keçdi. Nə tələb etdilər tam olaraq? Onlar rəqib komandanın oyuncusunun sənədsiz çıxış etdiyini əsas gətirərək maçlardan birini yenidən keçirilməsini tələb etdilər. Təxmin edirəm ki, Niderland Futbol İttifaqı o illərlə yığılmış problemləri eşməyə o qədər də həvəsli olmayıb. Çünki bu, böyük bir xaos deməkdir. Şübhəsiz, tələbi dərhal rədd etdilər. Amma NAC Breda geri çəkilmədi, yəni rəsmən apellyasiya şikayəti verdilər. Artıq məsələ kulvarlardakı söz-söhbətdən çıxıb, rəsmi hüquqi müstəviyə keçib. Aha, yəni İttifaq məcburdur ki, bunu məhkəmə qaydasında araşdırsın. Bəli, bu qaçılmazdı artıq. Çox maraqlıdır. Deməli, siz dinləyicilərin də gördüyü kimi, idman artıq yalnız o seyr etdiyimiz yaşıl meydanda oynanılmır. Həm də bürokratik sənədlərdə, miqrasiya ofislərində, kabinetlərdə həll olunur. Elədir ki, var. Biz ekranda qolları sayırıq, sevinirik, amma həmin qolların qüvvədə qalması üçün arxa planda iş icazələri və mühürlər tam qaydasında olmalıdır. Oyunçuların pasportlarındakı o kiçik detallar həqiqətən də
yüzlərlə maçın taleyini və bütöv bir liqanın tarixini həll edə bilər. Birmənalı şəkildə. Bütün bunları nəzərə alanda, yəqin siz də düşünürsünüz, əgər Avropanın ən böyük liqalarından biri illərlə 100-dən çox oyunda bu qədər böyük bir sənəd boşluğunu fərq etməyibsə, hazırda dünya idmanında daha hansı nəhəng inzibati xətalar gözümüzdən qaçır? Bəlkə də haradasa partlamağa hazırlaşan başqa böyük səhvlər var. Bunun üzərində düşünməyə və tədqiq etməyə dəyər. Bizdən bugünlük bu qədər.